Biz daimi iş qayğıları ilə, bir yığın öyrənilməmiş haqq hesab və təxirəsalmaz işlərimizə vaxt çatdıra bilməməyimizin qayğısı ilə məşğul oluruq. Axı fikirlər insan həyatını formalaşdırır və o şey haqqında o düşünür, tədricən onun həyatında daha çox yer tutmağa başlayır. O şey ki, biz ona diqqətimizi yönəldirik, bizim gələcək taleyimizi müəyyən edir. Bax, buna görə də biz həmişə yaxşı şeylər haqqında düşünməliyik. Yaxın həftələr ərzində çalış itirilmiş şənliyini özünə qaytarasan. İçindəki uşağı oyat. Uşaqların yaxşı keyfiyyətlərini öyrənməyə vaxt həsr et və onların zəngin təxəyyülü və ətrafda nə baş verməsindən asılı olmayaraq enerjili qalmaq bacarıqlarını əks et. Axı bizim çoxumuz hələ böyüməmişik, sadəcə boyumuz artıb. Bəli, əlbəttə biz daha az gülür və az oynayırıq və özümüzdə böyüklərə təcəssüm etdirən naqalay maska gəzdiririk. Lakin hətta bu maskanın altında belə biz uşağıq, uşaqda qalacağıq. Uşaqların ehtiyacları sadədir və gündəlik həyatları da nağıllardakı təsvirlər kimidir.